Bugün işğaldan azad edilmiş iki kəndə növbəti köç karvanı yola salınıb. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə bu mərhələdə 34 ailə, yəni 141 nəfər köçürülür. Xocalı rayonunun Ballıca kəndinə isə bu mərhələdə 21 ailə, yəni 83 nəfər yola salınıb. Mənim yoldaşım rəhmətə getdi. Balaca oğlumdan qayıdıram, gəlinimlə, nəvələrimlə. Öz yerimizi istəyərdik, amma yerimiz yoxdur. Niyə yoxdur? Düzlənib. Məsələn, Girim kəndə mən bilə bilmərəm ki, bizim ev hardaydı. Amma elə yollardı ki, daş yolumuz vardı. Oradan düşəndə mən prama gedib evimizə çıxardım. O izi itib yoxdur. 29 il yataqxanaya qaldım, 6 nəfər bir otaqda qalmışıq. İnna Allah'a şükür, ev veriblər, həyat veriblər. İndi deyirəm öz həyatımda, öz elimdə, obamda qalan ömrümü davam elətdirməyə. Olmayanlara Allah qismət eləsin, hamıya xeyri uğurlu olsun. Həmişə toylarda, məclislərdə belə bir söz çəkilirdi, misal çəkilirdi ki, gün o gün olsun, Qarabağda bu toy quraq. O gün bu gündür. İnşallah toy məclislərimizi, büsatlarımızı Qarabağda qurarıq. Allahın izni ilə çox xoşbaxtam, çox. Həssiz xoşbaxtam ki, doğma torpağıma qayıdıram. Ağdama gedirəm, orada çox gözəl məktəblər gördüm televizorda. Məktəbi də gözəl yapılıb. Təzə evimiz də var. Rayonu da sevdim.